Çok sağ olun Rövşən mənim həm dəvətə görə, həm çıxışı üçün söz verdiyinizə görə. Mən sizin çıxışınızı diqqətlə dinlədim və əlbəttə ki, bu çıxışda siz AFFA'nın gələcəyinə çox ümidlə baxdığınızı göstərdiniz. Bizim Milli Olimpiya Komitəsinin inzibati binasının açılışında Ulu Öndər iştirak edirdi və öz çıxışında belə bir söz dedi. O dedi ki, mən Moskvaya, Politbüroya işləməyə gedəndə və idman da mənim kuratsiyamdaydı və maraqlandım ki, niyə SSR-nin yığma komandalarında Azərbaycanlı idmançılar azdır. Demək olar ki, yox dərəcəsindədir. Və mənə belə bir izahat verdilər. O deyir ki, Azərbaycanlıların idmana yönəmli deyirlər, idman sevər deyirlər. Daha doğrusu idman sevər deyil, idmana uyğun bir xalq deyil. Azərbaycan müstəqilliyini qazanandan sonra, müstəqil dövlət olandan sonra bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı idmanı sevir, idmanı bilir və idmanda böyük nailiyyətlər əldə edə bilir. Biz Olimpiya oyunlarında, müxtəlif dünya çempionatlarında bu nəticələri göstərdik. Mən ümid edirəm ki, mən bunu nəyə görə dedim? Bu strategiya, yeni strategiya hazırlanır, yeni münasibət formalaşır Azərbaycanda futbolun inkişafı ilə bağlı və ümid edirəm ki, məhz bu strategiyanın, bu yeni baxışın, yeni istəklərin nəticəsində nəhayət ki, Azərbaycanda da futbol inkişaf edəcək, yəni lazımi səviyyəyə çatacaq. Çünki xalq arasında belə bir deyim var da, deyirlər ki, Azərbaycan ancaq tək mövcülükdə irəli gedir. Yəni, ayrı-ayrı individual idman növlərində Azərbaycan çox böyük uğurlar qazanır, amma kollektiv oyunlarında qazana bilmir. Yəni, Azərbaycan xalqı kollektiv oyunu oynaya bilmir. Və ona görə Ulu Öndərin sözləri yadıma düşdü ki, hər şey nail olmaq mümkündür. Əsas odur ki, istək olsun, əsas odur ki, bu istiqamətdə səylər göstərilsin və mən ümid edirəm ki, AFFA'nın yeni rəhbərliyi buna nail ola biləcək. Bir il çox